Verilənlərdən neçəsi doğrudur? 1930-cu illərdə azad bazar münasibətləri tamamilə ləğv edildi. Sənayeləşdirmə dövrü ümumiyyətlə 1925-in sonu 26-nın əvvəlində başlayır. O vaxt müzakirə eləyəndə demişdim ki, buna konkret illər qoymuyor. 80-ci illərə qədər apara bilərsiniz. Və sənayeləşdirmə dərsinin içərisində yazılır ki, bəs 30-cu illərin ortalarında azad bazar iqtisadına son qoyuldu. Ona görə bir düz olacaq. Müəssisələrində demək olar ki, sənayeləşdirmə dövründə keyfiyyətsiz məhsul istehsal edilmirdi. Niyə ki, keyfiyyətsiz də ola bilər. Hələ ki, bunu səhv kimi götürək, baxaq. Kollektivləşmə qolçomaq təsərrüfatının ləğvinə hesablanmışdı olsun. Kəndlərə pasport verilməməsi onların şəhərə köçünü çətinləşdirirdi əlbəttə. 1920-ci illərin sonunda, 20-ci illərin əvvəllərində olduğu kimi çörək böhranı yaşandı. Bir dənə burada M-la yəqin ki, 4-ü düzdür, 5-i səhv. Belə deyim, 1-i səhv. Yəqin ki, 4 çıxıb səhv. Yəqin ki.